Salam. Sizə mədə problemlərindən həmişəlik qurtaracaq 2 məhsul haqqında məlumat vermək istəyirəm. Hamınızı xoş gördüm, videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. İndi əksər insanlarda qastrit, mədə yarası, mədə xorası kimi xəstəliklər geniş yayılmışdır. Bunların səbəbi çox müxtəlifdir. Keyfiyyətsiz qidalar, zərərli vərdişlər, stres və s. Bu günləri deyəcəyim 2 məhsul bütün bu problemləri 7-10 gün müddətində həll edir. Diqqətlə qulaq asıb özünüzdə qeyd edin. Bunun üçün səhər az qarnına 1 stəkan yarım ilik su içirsiniz. İlik su mədənin selli qişasını təmizləmiş aparır. Sonra qırmızı kartofu götürüb bunu sütkəcdən keçirirsiniz. Alınan kütləni 3 xörək qaşığı ac qarnına yeməkdən 1 saat əvvəl udmaq lazımdır. Burada kartofun suyunu içməkdən, kartofu alınan kütləni çeynəməkdən söhbət getmir. Ancaq udmaq lazımdır ki, bu qırmızı kartof mədənin selli qişasında iltihabı götürür və regenerasiya, bərpa işi ilə məşğul olur. Gün ərzində 3 dəfə səhər, gün, orta, axşam yeməkdən 1 saat əvvəl 3 xörək qaşığı bu kütlədən udmaq lazımdır. Çiğ şəkildə. Müalicə müddəti 7-10 gündür. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.